Değerli YouTube kanalımızın izləyiciləri, hər vaxtınız xeyir olsun. Cəmi 45 min manata geniş 3 otaqlı bir həyət evini sizə təqdim edəcəyik. Birbaşa sahibi tərəfindən satışa çıxarılıb. Keçək evin həyətinə və içərisinə baxaq. Həyət ağla ilə döşənib. Bax, bu hissəyə maşın daxil olur. Çox səliqəli şəkildə fasad işləri görülübdür. Həyətində deməli, bax, burada ehtiyat su çəni üçün yer və kombi otağı mövcuddur. Evin padvalı mövcuddur. Gələrkən ətraflı baxa bilərsiniz. Evimiz yerləşir Xırdalan ilə Sultepe arasında yeni yaşayış massivində. Ətraf tam yaşayışdır. Ev yerdən hündür, kürsülü, keyfiyyətlə tikilib. Keçək içəriyə baxaq. Qiymət çox münasibdir. Əvvəllər 48 min manatla satışa çıxmışdı. Hal-hazırda qiymət aşağı düşüb 45 min manata birbaşa sahibi tərəfindən satılır. Deməli, girişdə daxil olanda sağ tərəfdə evin mətbəxi yerləşir. Bax, belə bir yaxşı ölçülərdə evin mətbəxi var. Mətbəx və qonaq otağı üzbəüz yerləşir. Bura evimizin qonaq otağı. Döşəmə laminatdır. Kombində xəttlərini görürsünüz. Kombi xəttləri çəkilib. Suyu, qazı, işığı daimi. Ev yerləşir. Yaxınlıqda Megastor, Mircəlal və Kral Market var. Bura evin birinci yataq otağı. Üzbəcdə isə evin növbəti ikinci yataq otağı yerləşir. Şəhərə çox yaxın ərazidir. Şamaxınka və Avtovağzal metrosundan bura hardasa 6-7 kilometr məsafə var. Xırdalan ilə Sultepe arasında yeni yaşayış massivində. Bura isə evin növbəti ikinci və geniş olan yataq otağı. Evin ölçüsü həqiqətən çox yaxşı ölçülərdədir. Dəhlizin baş tərəfində isə evin sanitar qovşağı yerləşir. Hamam tualet birlikdə, tam hazır vəziyyətdə, aksesuarlar yığılmış, tam hazır vəziyyətdə. Hətta güzgə kimi qoyulub, gördüyünüz kimi. Xırdalan ilə Sultepe arasında yeni yaşayış massivində Mircəlal, Megastor və Kral Marketə yaxın ərazidə həyətinə maşın daxil olan ev, geniş ev, 3 otaqlı 45 min manata. Əlaqə saxlayıb gəlib baxa bilərsiniz. Videonu zəhmət olmasa bəyənin. Belə bir ev axtaran yaxınlarınızla paylaşın, qoy görsünlər belə bir gözəl evi.